Əlifbey sinif şagirdləri Ağayeva Nuray və Əzizli Əziz Leyla Əliyevanın Heydər Əliyevə həsr etdiyi Elegiya şeirini təqdim edəcəklər. Buyurun, baxın. Ulduzlara uçan quşa dönəydim, ayda yollarıma nur ələydi. Məğrur yerişinlə qoşa dönəydim, sənə üzündə yer eləyəydim. Dinlə kədərimin pıtıltısını, mən yaxşı bilirəm ayrılıq nədir. Küləklər könlümün qışqırtısını, çəkçi kainata yaya biləydi. Könüllər yaşadı gül nəfəsini, sənsiz hər bir anın öz səsi, sənsiz hər bir anın öz xatirəsi var. Müqəddəs səsinin xatirəsini anlada bilərmi çağlayan çaylar? Bulut çarpanına qoşulaq yenə, gəzim asimanı hardasan görüm. Çatıb ucalığa yetişim sənə, əlimi əlimdən yapışan görüm. Atı göz yaşımı sel elə gəlsin, ey yağış soyunmur, dərdimin odu. Qüssədən qocalan ay dilə gəlsin, söyləsin ruhumun haradı yurdu. Dağ idin çiynimi dağlara verdim, dağların dərdini çəksə dağ çəkər. Sənə məhəbbətim dağlar qədərdir, yerini dağlardan soruşum bəlkə. Bəlkə çınarlarla baş-başa verim, görən qovuşarmı boyun boyuna. Gərək sənə yetə bu şeirim, gərək sənə yetə, haqqım var buna. Nurunu gözümdə saxlayım necə, möcüzə yaratmaq gəlmir əlimdən. Parçalan ey zülmət, çəkil ey gecə, günəşə qovuşmaq istəyirəm mən. Parçalan ey zülmət, çəkil ey gecə, günəşə qovuşmaq istəyirik biz.